Salam, gəlin past simple-a aid 10 dənə testimiz var. Onlara baxaq. Xatırlayaq, past simple deyəndə nəyi nəzərdə tuturduq? Feil 2. Feil 2 iki cür ola bilər. Qaydalı və qaydasız. Qaydalıdırsa sonuna id qoymalıyıq. Qaydasızdırsa qaydasız feillər sütunundan ikinci cərgə bizə lazımdır. Sualını düzəldirik did-lə, inkarını düzəldirik didn't-la. Bəs bu did və didn't olanda necə eləyirik? Feilimiz ilkin formasına qayıdır. Çünki bir cümlədə 2 dənə keçmiş zaman ola bilməz. Keçmiş zaman bildirən feil ola bilməz. Başladıq. Birinci sualımızda. Baxın, heç cümləni tərcümə eləyə bilmirəm. Yesterday var, zaman zərfi. Əgər yesterday varsa, bu cümlə keçmiş zamanda olmalıdır. Baxıram, mənim feilim üçün də play veribdir. Demək ki, sizə playdir feiliniz. Play də qaydalı feil olduğu üçün sonuna id qəbul edir. Played. İkincidə score da qaydalı olur, scored. Cavab B bəndidir. Gəlin cümləyə qaydaq. I played football with my friends in the park yesterday. Mən dünən dostlarımla parkda futbol oynadım. I scored a lot of goals. Mən çoxlu qollar vurdum. İndi burada bir şeyi yadda saxlayırsınız. A lot of-dan sonra dəftərinizə qeyd eləyin. Ya cəm isim gələ bilər, bax elə goals. Burada cəm də veribdir və yaxud da sayılmayan isim gələr. A lot of-dan sonra cəm isim də gələ bilər, sayılmayan isim də gələ bilər. Və onu da qeyd edirsiniz ki, a lot of heç vaxt inkarda olan cümlədə işlənə bilməz. İkinciyə baxırıq. I some crisps at home this morning. Növbəti bir qeydiniz. Some'dan sonra necə isim gəlib? Cəm isim gəlibdir. A lot of-un qohumlarından biridir. Niyə? A lot of-dan some'dan sonra yenə cəm isim və sayılmayan isim gəlir. Deməli, bunlar bir-birindən bu xüsusiyyətinə görə oxşuyurlar. Və yenə some həmişə təsdiq cümləsində işlənə bilər. Əgər cümləmiz can, could və would-dan başlayıbsa, biz onu sual cümləsinə qoya bilirik. Bir də bəzi mənasında inkar cümləsində işlənə bilər. Bu zaman inkardan əvvəl boşluq olmalıdır. Davam eləyək. Mən deyir ki, bu səhər evdə biraz crispy yedim. İndi baxın, feilimiz yemək feilidir. Biz də bilirik ki, it qaydasız feildir. Kökdən dəyişir. It olur ate. Cavab A bəndi. My father 5 kilometers in the park last week. Mənim atam keçən həftə parkda 5 kilometr qaçdı. Demək istəyir, last week bizə keçmiş zaman olduğunu göstərir. Bizim feilimiz run feilidir, qaçmaq. O da olur keçmişdə ran. Cavabımız D bəndidir. Və burada bir şey yenə deyirəm. 5 kilometers 2 və 2-dən yuxarı rəqəm varsa, ondan sonra gələn isim cəmlənməlidir. Və deyirəm, bir kitab olur one book. Artıq 2 kitab deyəndə deyirəm two books. İsim cəmləndir. Çünki rəqəm çox artıbdır. 3 kitab, 3 books. Bu qayda belə davam edir. Bir dənə 1-də isim təkdə olur. Yerdə qalan 2 və 2-dən yuxarı rəqəm varsa isim cəmlənməlidir. Burada 5 2-dən böyük rəqəm olduğu üçün kilometr ismi cəmlənibdir. 4-ə baxırıq. There a big football match in the stadium last night. Baxın, yenə last night var. Keçmiş zamanı göstərir. Biz bilirik ki, to be-nin keçmiş zaman formaları hansılardır? Was və were-dir. Baxın, are burada indiki zamandır. Be feilin ilkin formasıdır. Bu bizə lazım deyil. Deməli, keçmiş zamanı olanda da there was ya da there were lazımdır. Burada da a artikli olduğu üçün deməli bu isim təkdədir. Ona görə bizə was lazım olur. Cavab C bəndidir. Baxın, there was a big football match in the stadium last night. Keçən gecə deyir, bu stadionda böyük bir futbol yarışı var idi. I saw it on TV. Mən onu televizorda gördüm. İndi baxın, televizorda gördüm. Görmək feili see-dir. Keçmiş zamanda qaydasızdır. Dəyişir, saw olur. Bu cümlə keçmişdirsə, bu cümlədə keçmiş ola bilir. Yəni, burada məna tarazlaşsın deyə. Bu qədər sadədir bu da. Burada da birazdan çaşa bilərsiniz ki, niyə be olmadı, are olmadı. There, bizim belə ifadəmiz var da, there is, zera. There is, zeranın keçmişi nədir? There was, there were. Eyni düsturuca tətbiq edirsiniz. Burada da e artikli olduğu üçün there was qoyuruq. 5-ciyə baxağın. 5-cidə swimming every Saturday but I last Saturday because I ill. İndi baxın, ayrı-ayrı zaman zərfləri var burada. Every Saturday deyirsəm, every week, every month, every year. Bunlar indiki sadə zamanı göstərir. İndiki sadə zamanda feilimiz seçinəsiz formada işlənir. Deməli, burada ola bilər. I go və yaxud da I like ola bilər. Interested in də ola bilər əslində. I am not swimming. Qalsın bu hissə. Swimming ola bilməz. Haradaydı bu? I am not swimming every Saturday but I last Saturday. Gəlin ikinciyə baxaq. İkinci cümləmizə bax. I-dan sonra boşluq, sonra last Saturday var. Past simple. İkinci tərəf bizə mütləq past simple da lazımdır. Gəlin buna baxın.
Baxın, to be-nin formalarından sonra birbaşa feil gələ bilməz. Bu go-nun yanında ing zad olmalı idi. Yoxdursa was go, am go, is go, are go, were go belə bir şey mümkünatsızdır. Ona görə bu variantın getdi. İkincidə də yenə I was last Saturday ola bilməz. Niyə? İkinci boşluğumuzda was last Saturday qoymaq üçün yəni burada sənin feilin olmalıdır və yaxud da bir göstəricin olmalıdır. İsim, sifət, say, zərf əvəzlik. Ona görə was olan variant bunu da çıxırıq. Burada da ikincidə start veribdir. Yaxşı, gəl mən bura start qoyum. Start düz olar mı qızlar? Olmaz. Çünki last Saturday keçmiş zamanı göstərir. Ona görə olardı started. Bu da getdi mi? Qaldı cavab birinci. A bəndi. Deyir ki, I go swimming every Saturday. Mən hər şənbə günü üzgüçülüyə gedirəm. Amma mən keçən 6-cı günü başlamamışam. Because I was ill. Çünki mən xəstə idim. Deyir ki, mən hər şənbə günü üzgüçülüyə gedirəm, amma keçən həftə getmədim. Mən də deyirəm, niyə başlamıram deyirəm. Getmədim, çünki mən xəstə idim. I was ill. İndi baxın, burada zamanların uzlaşmasına baxın. Birincidə deyir ki, hər dəfə gedirdim. Adət vərdiş halını almışdı. Cümlə indiki zamanda. Amma keçən həftə didn't go. Getmədim. Keçmiş zamanda. Getməməyinin səbəbi nə idi? Bu xəstə idi. Bu da oldu was. Bura ilə bura uzlaşır. Burada da every olduğu üçün cümləni indiki sadə zamanda götürməlisən. Burada last Saturday olduğu üçün keçmiş zaman keçmişdə götürürsən. Burada da because bu iki cümləni bax I was ill-lə bu cümləni bir-birinə bağlayıbdı. Bax bundan bunu. Bu cümlələri because bağlayıbdı deyə bu cümlə keçmişdirsə bu cümlə də keçmişdə olmalıdır. 6-ya baxaq. Some of my friends a lot of questions to our new teacher. Mənim dostlarımdan bəziləri bizim yeni müəlliməmizə suallar soruşdu demək istəyir. Soruşdu. Ask qaydalı feil olduğu üçün asked olur. Mübtədadır. Mübtədadan sonra ing-li feil heç vaxt gəlmir. Yadda saxlayın. Ask ola bilməz. Niyə? Some of my friends burada cəmdə olduğu üçün ask olardı indiki zamanda götsək səhvdir. D bəndi də məchul növdədir. Bunu siz 9-a keçəsiniz. Burada soruşuldu deməkdir. Mənim dostlarıma soruşuldu. Bu da ola bilməz. Ona görə cavabımız B bəndidir. 7-də. Your brother goes swimming last week. Bax, yenə last week keçmiş zamanı göstərir. Sənin qardaşın deyir, getdi mi üzgüçülüyə? Sənin burada feilin varsa, sənin sualın nə ilə düzəlir? Past simple-da did ilə düzəlir. Onda cavab olur C bəndi. He studied enough for his English exam, so he just 45 points. Baxaq, o sadəcə 45 bal alıbdı. Deməli, baxın, feilimiz gəlibdir. Feilimiz gəlibdirsə, feilin qabağında boşluq qoyubsa, deməli, burada nə əksikdir keçmiş zamanda? Feillə mübtədanın arasında didn't əksikdir. Didn't study. O, İngilis dili imtahanı üçün kifayət qədər oxumadı, çalışmadı. Ona görə də o sadəcə 45 bal got. Get indiki zamanda keçmiş zamanı kökdən dəyişir qotdur. Sadəcə 45 bal aldı. Deməli cavabımız olur burada B bəndidir. Niyə o bir variantlar ola bilməz? Gəlin onu sizə deyim. Baxın, wasn't-dır, isn't-dır, was-dur. Üçü də to be-nin formasıdır. To be-nin formasından sonra eləcənə sadə feil gəlməz. Bundan sonra ing gəlsə davam edici olar. Onda düz olardı. Amma ing olmadığı üçün eləcə feil gələ bilməz. Ona görə səhvdir. To be-nin zaman formaları çılpaq, sadə feillə düşməndir. Belə yadda saxlayın. Baxırıq 9. A funny thing to me this morning. Bu səhər mənə gülməli bir şey baş verdi. Yəni, bu deməkdir ki, yəni mənim başıma gülməli bir şey gəldi. Baxaq, a funny thing happened, baş verdi mənə. I put my books into my father's bag by mistake. Burada by mistake lüğətinizə qeyd edin. By mistake səhvən deməkdir. Accidentally, bir də by chance. Bunların üçü də sinonimdir. By mistake, accidentally, by chance. Səhvən deməkdir. Üçünün də mənası. Deməli, bu səhər mənim başıma deyir, maraqlı bir şey gəldi, gülməli bir şey gəldi. Mən səhvən öz kitablarımı atamın çantasının içərisinə qoydum. Put feili də keçmiş zamanda necə olur? Kökdən dəyişən feildir, amma içində də put qalır. Put. Sonra cut-da da belədir. Cut. Let-də də belədir. Let. Cost feili də belədir. Cost. Sonra sizə demişdim, forecast, hava məlumatı.
Öncədən hava məlumatı vermək. Forecast, forecast, forecast. Bu da olduğu kimi qalır. Qaydasız feildir, amma olduğu kimi qalırlar. Deməli, baş verdi. Happened, put da keçmişi ilə put formasında olur. Cavab D-bəndidir. There a newspaper. Baxın, there varsa, there was, there were, there is, there olmalıdır. Deməli, there a newspaper on the table in the kitchen. Mətbəxdə deyir, stolun üzərində bir qəzet var idi. But I read it. Mən onu oxumadım. Baxın, mübtəda ilə feilin ortasında həmişə nə gəlməli idi? Yəni, bura gətirib sən sualı düzəldə bilməsən də didn't olur. I didn't read it. Başa düşdünüz? İnkar düzəltməlisən. I didn't read it. Didn't olan cavab 2 dənədir. Deməli, there is-də də necə olurdu? There is, there are, there was, there were. Burada da there did olmaz. Birinci did səhvdir deyə getdi. Qaldı cavab C-bəndi. There was və fikir verirsiniz. Bura keçmiş zaman, burada keçmiş zaman bir-birindən uzlaşdı.